Salam aleykum hər kəsə. Bugünkü mövzumuz işimizdə niyə xoşbəxt deyilik? İşimizdən niyə narazıyıq? İşimizdən niyə bezirik? Təcrübə göstərir ki, insanların böyük əksəriyyətində sadaladığım sindromlar mövcuddur və onlardan əziyyət çəkirlər. Mental Health Americanın ruhi sağlamlıq şirkətinin 2017-ci ildə Mind the Workplace, iş yerinə fikir verin hesabatına görə ABŞ-dakı işçilərin 71%-i ya fəal şəkildə yeni iş imkanları axtarırdı, ya da həmişə tez-tez və ya bəzən iş yerində bu mövzunu düşünürdü. Hər hansı bir xoşbəxt olmama hissləri ilə necə davranırsınız? Məmnun olmamağınızın əsl səbəbini bilirsinizmi? Təcrübə göstərir ki, bu kimi halların 5 səbəbi mövcuddur ki, onlar da növbəti sadaladıqlarımdır. İşlə əlaqəmiz kifayət qədər deyil. Stres keçiririk. Mənfi və ya qıt düşüncə sahibiyik. Menecerlərlə və ya həmkarlarla münasibətimiz zəifdir. İntellekt və ya potensialımızdan tam istifadə edə bilmirik. İşlə əlaqəmiz kifayət qədər deyil. Bu necə olur və nə deməkdir? İşə düzəlirik ya savadımız və ya bacarığımıza görə, ya da bəxtimiz gətirir. Bəxtimiz gətirir frazasına yəqin ki, çoxları güləcək. Amma bu həqiqətən də belədir. Bizlərlə bərabər müsabiqələrdə bizdən qat-qat təcrübəli, savadlı insanlar gəlsələr belə biz seçilə bilərik ki, bu da bizim bəxtimizin gətirməsidir. Və beləcə biz işə başlayırıq, amma tam reallığı dərk etmirik. İşə tam öyrəşə bilmirik, işləməyə həvəsimiz olmur, çətinliklərin həlli yolunu tapmaqdansa onlardan şikayətlənirik və beləcə işlə əlaqəmiz yaranmadan qopmağa başlayır. İşlə məşğulsan, əgər yoxsa sizin də xoşbəxt olmama şansınız çox böyükdür. İşləyin ki, işinizlə aranızda rabitə yaransın. Siz də işinizdən razı olun və xoşbəxt olun. Çünki insan işlədikcə işini sevir və arada rabitə yaranır və xoşbəxt olur. Stres keçiririk. Yüksək stres bugünkü iş dünyasında epidemiya kimi təsvir edilmişdir. Bir çox insanların stresə məruz qalmağı şərəf nişanı kimi görür və ya yüksək stres səviyyəsi onları çox çalışdıqları anlamına gəlir. Amma bu qətiyyən belə deyildir. Əksər hallarda stresi yaradan işin çoxluğu deyil, özümüz və ya ətrafımızda baş verənlərdir. Bir addım arxaya çəkilin. Bu, çox maraqlı və işə yarayan bir strategiyadır. Stres yaradan situasiyalar baş verdikdə sadəcə bir addım geriyə çəkilin. Hadisələrin və ya gərgin işi öz axarına buraxıb stresdən yayının. Sadəcə deyə bilərəm ki, sizin həyəcanlanmağınız, stresə düşməyiniz heç bir məsələ həllinə yardımcı olmayacaq. Ancaq və ancaq sizin yorulmağınıza və stresə düşmənizə gətirib çıxaracaq. Bu da sizi işinizdən narazı olmağa gətirib çıxarır. Mənfi və qıt düşüncə sahibiyik. Psixoloji araşdırmalar göstərir ki, işdə və həyatda vəziyyətlərə necə baxdığınız əldə etdiyiniz nəticələrə təsir edir. Carnegie Mellon, Pensilvaniya Universitetinin professoru və yazar Raj Raghunathan özünün "Əgər belə ağıllısansa, niyə xoşbəxt deyilsən?" kitabında xoşbəxt peşəkarların düşüncə tərzini müzakirə edir. Qabiliyyətinizin bir başqasının uğursuzluğu bahasına başa gələcəyinə inanırsınızsa, bu düşüncə qıtlığına əsaslanan yanaşmanı təsvir edir. Bu zehniyyət günümüzün korporativ mədəniyyətində adi haldır. Burada insanlar arxanı izləməlisən deyirlər. Çünki başqaları səni tutmağa çalışır. Bu, işçilər arasında qeyri-sağlam rəqabət yaradır ki, bu da işçilərin işdə xoşbəxt olmamasının ən böyük səbəbidir. Məsələn, daima kimlər tərəfindənsə ayağının altını qazılmasın, kimlərinsə sənin tutduğun vəzifəyə yiyələnmək istəməsini, səndən sui-istifadə edilməsini, işlərin bölgüsündə sənə daha çox iş verilməsini və s. düşünürsünüzsə, bu, sizin işinizdə xoşbəxt olmağa imkan verməyəcək. Pozitiv olaraq geniş düşünsəniz,
Bu isə sizə xoşbəxtlik bəxş edəcəkdir. Menecerlərlə və ya həmkarlarla münasibətimiz zəifdir. Menecerlər və həmkarlarla əlaqənin olmaması və ya zəif münasibətlər peşəkarlar üçün əsas məyusluq mənbəyi ola bilər. Birlikdə işlədiyiniz, insanların dəstəyinizi hiss etmədiyiniz zaman ən yaxşı iş görmək çətindir. Buna səbəb nədir? Bu, hardan yaranır? Məsələn, siz menecerinizə hər hansı bir mövzuda onun təsdiqini tələb edən bir məktub göndərmisiniz. 2 gün keçməsinə baxmayaraq təsdiq cavabı gəlməyib. Dərhal düşündüyümüz onun sizin məktubu önəmsəmədiyi, mən onun işçisiyəm deyə istədiyi vaxt cavab yazacaq. Öz rəisi yazsaydı, tez cavab yazmışdı. Məni bu yolla incidir. Əslində isə o, sizin təsdiq üçün göndərdiyiniz məsələ ilə bağlı artıq tədbir görüb və net bir cavab gözləyir ki, sizə boş vədə verməsin. Və sizinlə eyni işi görən həmkarınızın növbədə olanda bu işləri görməyib, sizin növbəyə ötürdüyünü düşünürsünüz. Əslində isə belə deyil. Əgər özünüzü onların yerinə qoysanız, münasibətiniz pisliyə doğru deyil, yaxşılığa doğru dəyişər və siz xoşbəxt olarsınız. İntellekt və ya potensialımızdan tam istifadə edə bilmirik. Bir çox mütəxəssislər işdə müsbət təsir göstərdiklərini və uğurlu nəticələr əldə etdiklərini hiss etmək istəyirlər. Əgər onlar öz potensiallarına tam çatmırlarsa, işçilərin nəhayət işdə xoşbəxt olmadıqlarını düşünməyə başlamaları adi haldır. Abraham Harold Maslow'un ehtiyaclar iyerarxiyasında yaradan, insanın fitri ehtiyaclarını prioritet olaraq yerinə yetirməyə əsaslanan, psixoloji sağlamlıq nəzəriyyəsini yaradan və özünü aktuallaşdırma ilə nəticələnən Amerikalı psixoloq idi. O bunu özünü həyata keçirmə adlandırılmışdı. Yəni ki, insan gərək işində özünü tapsın. Bu mütləqdir. Əgər işdə tam gücünüzü və ya potensialınızı işlədə bilmirsinizsə, öz rəhbərinizlə danışın. Yaranacaq şanslardan istifadə edin və xoşbəxt olun. Təcrübə göstərir ki, bu yalnız sizə elə gəlir ki, siz işinizi dəyişməklə xoşbəxt ola bilərsiniz. İnanın ki, çox qısa müddətdə öz işinizi və öz komfort zonanızı axtaracaqsınız. Rusların bir deyimi var. Где нас нету, там хорошо. Biz olmayan yer yaxşıdır. Əlavə də edərdim ki, biz gedənə qədər. İşinizdən məmnun olmadığınız vaxtlarda bu işdən qabaq nələr var idi? Bu işə gəldikdən sonra nələr əldə etmisiniz deyə düşünün. Bu təkcə karyera deyil. Heç vaxt unutmayın ki, sizin sahib olub bəyənmədiyiniz işin həsrətini çəkib arzusunda olanlar çoxdur. Əgər işdə stres yaşayırsınızsa, stolunuzun üstündə və ya kompüterin monitorunda həmişə övladlarınızın şəklini saxlayın ki, onlara baxanda rahatlıq əldə edərsiniz və burada niyə oturduğunuzu yada salasınız. Əgər bir nəfər işinizdə sizi əsəbləşdiribsə, bu gününüzün qalan hissəsini əsəbləşərək o adama həsr etmənizə və işinizdən narazı olmağınıza əsas deyil. İşinizdən narazı olduqda özünüzü biraz daha ağır işdə, çox demirəm, 12 gün yoxlayın və əminəm ki, öz işinizdə necə xoşbəxt olduğunuzu görəcəksiniz. İşləyin, işinizdə xoşbəxt olun. Hələlik.